Nə üçün işlərimiz düz gəlmir? Bəlalar niyə bizdən əl çəkmir? Tez-tez soruşulan mövzulardan biri bundan ibarətdir. Yaxşı, çıxış yolu nədir? Nə edim ki, bəlalar məndən uzaq olsun, çətinliklər tezliklə həll olsun? Peyğəmbər və onun pak əhli beytindən Allahın salamı olsun onlara və alimlərimizin buyurduğuna əsasən çətinliklərin həll olmasından ötürü alimlər bizə bunları belə çatdırıblar. 1. Çoxlu istiğfar diləyin. Allahdan çoxlu bağışlanmaq, istiğfar diləmək, günahlara görə tövbə etmək həqiqi, yalandan yox, insanı çətinlikdən çıxardır. 2. Çoxlu sədəqə verin. Sədəqə bəlaları insandan uzaqlaşdırır, çətinlikləri asanlaşdırır. 3. Boynunuzda kiminsə haqqı varsa, olada bilər, onu gedin qaytarın. Qəlbini sındırmışsınızsa halallıq alın. Bu sizi o bəlalardan, çətinliklərdən çıxaracaq, problemləriniz həll olacaq. 4. Kisa hədisini oxuyun. Dualarda gəlmişdir, geniş bu barədə maraqlanın, hədis-i kisa oxuyun və oxunmasına da əməl edin. Çox gözəl bir hədisdir. Dəfələrlə təcrübə olunmuşdur ki, hədis-i kisa oxuyanların xəstəsi şəfa tapıb, problemləri həll olmuşdur. 5. Tez-tez qurban kəsin. Qurban kəsməklə Allahdan